mütməlim. Salamlar, necəsiz? Təşəkkür edirik, müəllim, yaxşıyıq. Sağ olun, siz necəsiz? Çox sağ olun, mən də yaxşıyam. Hamı gəlsin, başlayaq. Çox ehtimal ki, 10 dəqiqə işləmişə qədər hamı gələr, başlayarıq. Salam Ümid müəllim. Oldu, gözləyirik. Tamam, əla. Bir də şəkil hazırlamışsa hamı qrupa göndərib. Sonuncuda hekayə yaratmaq idim, yoxsa şəkil hazırlamaq idim bizdə? Hekayəni yaradıb şəkil hazırlamaq. Hə, mən də onu göndərmişəm. Hə. Əla, əla. Mən də yollamışam, indi inşallah bakarsınız. Əla, əla. Bir dənə hamı toplansın, hamı birlikdə baxaq şəkillərə. Mən dərslərdə çox iştirak edə bilmirdim Ümid müəllim. Universitetdə işlədiyimə görə axşam saatlarında dərsim olur adətən. O da gec çıxıram, bugün icazə alıb oturmuşam, getməmişəm dərsə ki, sizin dərsinizdə bugün iştirak edə bilim. Ümid edirəm ki, çox faydalı olar sizin üçün. Əlavə olaraq siz rekordlara baxırsınızsa, hər hansı bir sualınız olarsa, WhatsApp-da mən də varam. Oradan mənə özümə də yazıb soruşa bilərsiniz ki, hər hansı bir şeydə, yəni ümumi olaraq geridə olmayasınız. İstəyirəm müəllim. Şəxsi də yazıram mən sizə suallarımı. Əla, əla. Nə sualınız olsa, yəni əslində hamı üçün keçərlidir. Kimin nə sualı olsa, belə dərsdən sonra da yazıb soruşa bilər. Yəni mən tərəfdən çox okeydir. Mənim maraqlı qalmışdı. Salam Ümid müəllim. Salamlar. Buyurun. Sual verdiniz Əmin xanım. Müəllimə danışmaq istəyirdi, ona görə şey elədim. Olar Ümid müəllim sual vermişsə. Buyurun. Mən bax promptları hazırladım. Aha. Hekayəni yazdım, ChatGPT-də promptları hazırladım. Amma girib Crea'da mən onu heç işlədəmirəm. Skopirovat elib atıram, submit yazılır və heç nə gəlmir. Bilmirəm nə xaram. Birlikdə Asla lağlayıram, İsərdən heç nə tapamıram. yox, birazdan test eləyərik. Yəni bir neçə platform əslində bizdə keçən dəfə elə platformaları keçdiklərimizdə düzəldəcəkdik. Remina idi, keçdiklərimiz, Ideogram idi, ChatGPT bunlarda. Əslində elə Creanı bu gün keçəcək. Onda mən o 8 dənə prompta bölmüşəm də, ssenarini 8 yerə bölmüşəm. Tamam, əla. İndi Onu birazdan hazırladım. platformalara keçəcək, Creada keçəcək. Onda baxarıq, yəni Crea ola bilər ki, orada az kredit verir, kreativ bitmiş ola bilər. Çünki Leonardo'da elədim, Leonardo'da kreditimin vaxtı qutardı, 3 dənə popıtka vermişlər, Bəli, üçünü bəli. xoşlamadım. Ona görə dedilər ki, təzədən bunu çək ona görə. Tamam. Əslində hansı tam platforma ilə Yaxşı, işləyirik onda onu da göstərərəm mən. Ümumi olaraq nəsə sualınız olsa qeyd edəsiniz. Nərmin xanım siz bir şey deyirdiniz, elə bir yarım oldu. Yox müəllim. Buyurun. Deyəcəkdim ki, videoları izlədiyim zaman həmin o şəkillərin 16:9 ölçüdə olmasını demişdiniz. Bəli. Mən onu Gemini'də tapa bilməmişdim ki, Gemini'də hard etmək lazım. Sonraki videolarda gördüm, əgər səhv bilmədimsə, Gemini'də deməli biz özümüz yazmalıyıq 16:9-u. Bəli. ChatGPT ilə Gemini'də. Bəli, amma əslində belə bir şey var ki, biz hələ Gemini-də şəkil düzəltməyə keçməmişik. Hələ bu gün keçəcəyik. Mən də getmişəm Gemini'də axtarıram. Hə, tamam, onu göstərərəm. Gemini-nin içində yazmaq lazımdır. Bir də Gemini-də düzəltmək istədiyimiz şəkilləri başqa bir platforma var, orada düzəldəcəyik biz. Şəkli yeni image düzəldəcəyik, amma onu bu gün ətraflı keçəcəyik. Yaxşı müəllim. Tamam. Əlavə də kimin nə sualı varsa qeyd buyurun verə bilərsiniz. Nə vaxt oldusa sualınızı verə bilərsiniz. Yoxdur müəllim. Tamam, onda hamı gəlsin, başlayaq bir 3-4 dəqiqəyə. Bu gün şəkillərdən əlavə bir dənə proqram var, onu sizlə paylaşacağam. İlk yəni ümumi dərslə əlaqəli bizim əlimizdə slaytlar, materiallar olur. Onu birbaşa video halına çevirir və maraqlı şəkildə səsli olaraq izahı ilə bir yerdə verir.
Onu birlikdə mənim test elədiklərim var. Biz uşaqlarla keçəndə əslində onu test elədik. İndi də onu test edəcəyik ki, o şəkillərlə əlaqəli deyil tam. Amma onu ümumi olaraq bəlkə dərsdə istifadə edək. Çünki çox maraqlıdır. Ümid edirəm ki, hamının işinə yarayacaq bir platformadır. Biz onun üçün bir dənə maraqlı bir şey tapaq. Salam Ümid bəy. Salam, necəsiz? Yaxşı, çox sağ olun. Siz yaxşı olun. Təşəkkürlər, çox sağ olun. Tamam. Bir də demək olar ki, artıq yavaş-yavaş toplanırıq. Hamı şəkli hazırlayıb və ya da qrupa göndəribdir. İndi birazdan şəkillərə bir baxacağıq. Burada olan hamı şəkilləri hazırlayıb, səsim gəlir. Bəli, səsiniz gəlir, bəli, hazırlamışam. Əla. 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 Bu dəfə biraz sayımız çoxdur. Çox sevindirici bir haldır. Başlayaq ondan biz dərsə. Dərsdə onsuz da ilk olaraq biz ümumi olaraq düzəldilmiş fayllara baxacağıq, şəkillərə ondan sonra. Amma ilk olaraq o bəzi bir sayt var, bir platforma. Mən sizə onu göstərmək istəyirəm. O biraz hazırlama müddəti vaxtlardır. Biz başdan onu qoyaq. Nə işə yaradığını mən sizə göstərim. Deməli belə bir platforma var ki, siz dərsdə istifadə edə bilərsiniz. İndi mən istifadə edəcəm. Ekrana paylaşım sistem birlikdə eləyək. Mən düşünürəm ki, hal-hazırda ağlıma belə bir şey gəlmədi. Biologiya fənnindən məsələn hüceyrə və orqanizm deyə bir hissədən faylı götürəcəyik, yazıları. Ki bunu indi göstərəcəm sizə, istəsiniz birbaşa faylı ataraq da eləyə bilərsiniz. Bir dəqiqə. İki dənə dərs götürək, məsələn, hüceyrə və orqanizm. Ya da ağlınıza maraqlı bir şey gəlsə, onu da götürüb təqdimatını hazırlaya bilərik. Varsayaq bunu götürdük, kopyaladıq, birbaşa faylı da yükləyə bilirik. İndi platformaya girim, göstərəcəm mən. Notebook LM deyə bir platformadır. Bu müəllimlər və tələbələr üçün mən deyərdim çox mükəmməldir. İndi səbəbini də göstərəcəm. Atdığınız faylların içindən avtomatik sizə sual, test yarada bilir. Uşaqlarla test verə bilərsiniz. Birbaşa girdik, saytın adı budur. Təkrar göstərmən sizə. Notebook LM deyə bir saytdır. Google-undur bu da. Ödənişsiz istifadə eləmək olur tamamilə. Gəlirik, giririk. Burada özün hazırladığı standart şeylər var. Yəni əvvəllər hazırlayıblar. Biz girək ki, məsələn, özümüz yaratmaq istəyirik. Gəlirik, burada yeni not dəftəri oluşturaq. Ekran görsətməyək biz. Ekran görsən. Göstərir bizə görünür. Əslində onda bir dənə mən təzədən girim, hamı görsün. Belə bir şey yazır. Notebook LM deyə saytdır. Google şirkətinindir bu da. Daha çox dediyim kimi tələbə və müəllimlər üçün daha çox istifadə olunur. İndi valla mən keçən il mən istifadə edirəm, deyin o bu ilin əvvəllərindən. Yeni bir özəllik gəlibdir. Yəni çox mükəmməldir. Siz hər hansı bir dərsin faylını atırsınız içinə, PDF ola bilər, veb sayt ola bilər, YouTube link ola bilər. Onun üçün
ətraflı, izahlı bir dənə video hazırlayır, qrafiklərlə, uşaqlara maraqlı gələ biləcək şəkildə. İndi mən biologiya ilə əlaqəli bir şeyləri kopyaladım, onu test eləmək istəyirik. Gəldik sayta, sayt budur. Sayta giriş edirik. Saytın giriş ekranı belədir. Biz gəlirik yeni plus işarəsinə. Və burada bir dəqiqə qəbul edək. Plus işarəsinə gəlinə görürsünüz ki, bura fail yükləyə bilirsiniz. PDF, yazı olaraq, Word olaraq bir şeyləri yükləyə bilirik, hazır. İnternet saytını ata bilərsiniz ki, birbaşa saytdakıları analiz eləsin və YouTube-da hər hansı bir, məsələn, biologiya ilə əlaqəli bir dənə ingilis dilində bir mətin var, video var, maraqlı hazırlayıb. O videonun linkini də ata bilərsiniz. Hər hansı bir linki atanda onun analizinə ətraflı videosunu çıxardır. İndi məndə mətindir deyə sadəcə mətni bura yapışdıracaq ki, mətni eləsin. Belə elədi. Bir dənə qısa kopyalamır düzgün. PDF-in için. Məktub götürdüklərini belə eləyir həmişə. Kopyalamaq olmur, icazəsi yoxdur deyəsən. Bir dəqiqə. Bu çox uzundur. Bunu versək, bizə dəhşət dərəcə uzun bir şey hazırlayacaq. Mən onda belə eləyirəm. Bizim dərsdə keçdiyimiz text to image PDF-ini indi yükləyəcəm bura. Text to image-in birbaşa dərsimizdən olan failindən əlavə istifadə eləyək. Ki, birbaşa fail üzərindən olsun. Həm də bildiyimiz bir şeylər üzərindən. Çünki media bağlantılar. Mən onu səhv eləmirəmsə link olaraq göndərmişdim. Bir dənə hər hansı bir dərs tapsaq tamamdır. Aha. Dərsi tapdıq, budur. Bunu bir dənə yaddaşa verim. Bir dəqiqə. Kompüter dəyişdirmişəm deyə biraz mənim vaxtımı alır alışana qədər. Ona görə üzr hesab edəyim. Aha, qayd elədim. Okay. Aha, girdi indi bura. Biz bura fail yükləyək birbaşa. Mətni yükləyə bilmədik. Təzədən girək. Elə. Girdik. Giriş elədik. Yeni not dəftəri oluşdur deyirik. Buradan qeyd etdim ki, mətin, sayt, faildə yükləyə bilərik. Bizə fail lazımdır, faili yükləyək. Fail hara düşdü? Bizdə uşaqlar üçün olan dərsi var, hal-hazırda onu tapa bildim, ondan eləyək. Çünki digərini tapa bilmirəm. Okay. Uşaqların dərsi var elə, onu eləyək. Onlarda text to image-in dərsi. Faili yüklədik bura. Fail yüklənəcək, mətni çıxardacaq özü avtomatik. Və özü izah dili ilə başlayacaq onun haqqında danışmağa. Və bunu bir nəfər söhbət eləyirmişcəsinə danışır. Yüklədik. Burada çıxdı. Qaynaq, özət. Bura bir neçə faildə, ona yaxın fail atmağınız mümkündür. Yəni, tək bir faillə olacaq deyə bir şey yoxdur. Bir neçə faillə bunu eləyə bilərik. Burada ən əsas bir nüansı var, bir dənə buna diqqət edin. Bizim failimiz yükləndi. Biz gəlirik burada ayarlar hissəsinə. Burada dil var. Dil özəlliyini Azərbaycan dilinə çevirməliyik. Səbəb, hər hansı istəyirsiniz, hər hansı bir dildə fail verirsə verin, onun heç bir problemi yoxdur. Bizə cavabı, yəni qarşılığını Azərbaycan dilində versin hər zaman. Bunu verdik, Azərbaycan dilini seçdik. Sonra gəlirik bura nanobanana ilə, bugün nanobanana da keçəcəyik.
video stilləri var. Video stili seçirik ki, videonun bizə izahı necə olsun. Klassik, beyaz taxta var, sulu boya, kağızlarla olurmuş kimi. Məsələn, seçdik kağız. Və burada deyir ki, ətraflı məlumat versin, yoxsa özət çıxarsın. Mən də seçmişəm ki, açıqlayıcı olsun. Ondan və burada da girib yaza bilirsiniz ki, PDF-imizin içində hansı başlıqlar varsa, istəyirsə spesifik bir dənə başlıq haqqında ətraflı danışsın, onu buraya yaza bilirik. Mən seçdim kağıt işi, açıqlayıcı olsun, ürətə vurdum. Burada hazırlamağa başlayır. O video hazır olanda baxacağıq biz ki, o dərsdə istifadə edə bilərikmi, bundan eləyə bilmərikmi. Əlavəsində burada səsli özət var. Bunu vuranda birbaşa podkast kimi yaradır. Yəni 2 nəfər sizin elə bir atdığınız mövzu haqqında müzakirə edir. Bu da çox qəşəngdir və əlavə olaraq burada belə bir şey də var. Test. Testə vuranda test yaradır. Verdiyiniz mövzunun içindən. Bəli. Bəli. Ekranda toka sizi görürük yani. Ekran görsəksiniz yoksa yok. Əslində mən ekranı paylaşmışam, göstərirəm. Ekranda önce sizi görüyor, o ekranı göründük. Ekran görünür bizdə. Yox, bəlkə siz telefonla girmisiniz, ona görə tək mənim olduğum ekranı göstər. Bir dənə istəyirsən mən buradan ekranımı bağlayım. Telefonla, onu da benim kompüterimden. Günay Məhəmməd, telefonu yuxarı sürüklən barmaqla ekranda görünəcək ekran. Ekranı versələr də görəcək. Mən də telefondayım, görürəm. Mən görürüm. Qoy kompüterdən girərəm. Tamam. Burada verdik video bir dənə diqqətlə baxın zəhmət olmasa. Burada videonu hazırlayır hal-hazırda. Video hazırlayır, amma təsvir testini hazırlayır. Bu test nədir? Mən verdiyim tekst imiş bu uşaqlar üçün yaradılmışdı. Orada biraz daha yumşaq dillə hazırlanıbdı. Test verir bizə. Testin içinə girir, testlər nələrdir? Deyim, mətninə görə tekst imiş texnoloji əsas funksiyası nələrdir? Məsələn, yazılı, mövzu şəkilləri, sözlər, cümlələr, vizual təsvir, yəni şəkillərə çevirmək. Düzdür. Özü test çıxardır birbaşa. Düzdür. Düzdür. Burada test çıxardır. Səkkiz dənə test var. Düzdür. Şəkli daha maraqlı idi. Həqiqi. Ümid müəllim, bəs biz mövzuları konkret versək, məsələn, bu mövzulardan sual hazırlayır, elə də hazırlaya bilər. Mətni siz verirsiniz, əlində bir qaynaq olmalıdır. Qaynağı əsasən hazırlayır. Yəni qaynağı özü yaratmır. Bildim. Yəni əgər soruşur, məsələn, suallar hazırlayanda əhatə edəcək mövzunun onda qısa verib, bizə konkret lazımdır ki, bu mövzudan sual hazırla, o məlumatlar verəcək, o hazırlayacaq sualları. Bəli, ümumi olaraq vermək olur. Burada məsələn 8 dənə verdik, göstərir burada 8 sualdan biri səhvdir, 7-si düzdür. Bunu istifadə edə bilərik, maraqlı bir sistemdir. Səsli, burada deyim, səsli özət dediyimiz şey, onu MP3 formatda yaradır, dərs evizi. Məsələn, onu uşaqlara yaradıb ata bilərsiniz ki, dərsdən sonra hamı qulaqlıqla bütün gün vaxt keçirirsə, onu qulaq assınlar. Uşaqlar üçün öyrənmə metodu olaraq çox effektivdir. Videolu özəti indi hazırlayır. Bunu kartlar olaraq hazırlayır. Bu da çox maraqlıdır. İndi buna baxaq. Kartlar olaraq hazırlayanda necə hazırlayır? Bir dənə bunu da hazırlasın baxaq. Kartlar olaraq hazırlayanda nə edir? Əsas mövzulara uyğun bir dənə kartlar hazırlayır. Məsələn, filan şey nədir? Altında izahı ilə bir yerdə. O məlumat kartecləri olur, kitablarda xüsusi bir sarının içində yazılır, göyün içində özəl məlumatlar. Onu bizim bunun formasında hazırlayır. Sonra hətta burada zihin haritası deyə bir şey var. Onu da vurdum. İndi hamısını hazırlasın, bir yerdə baxaq görək nədir. Mən əvvəl bunun səsli özətini istifadə edirdim. Çünki biz dərs keçəndən sonra, düzdür bizdə məktəb uşaqda idi, universitet uşaqlardı, hətta universitet bitirmişlər idi də bizdə kursa gələndə. Mən onlara dərs bitimində bu faylların səsli özətini hazırlayırdım.
və göndərdim uşaqlara. Onlar üçün çox effektiv oldu ki, nəsə metoda gedəndə, yolda gedəndə ona uyğun istədikləri şeyə hazırlayırdılar. Onlar elə çox maraqlı idi. Məsələn, bunu təsvir kartlarını hazırladı. Bu bilgi kartları dediyimiz şey. İndi ona baxaq nədir? Belə çıxır. Bir sual, bir də ətraflı cavabı. Bu belə hazırlayır. Bir də bunu seçdik. Zihin haritası dediyi şey. Zihin haritası dediyi şey də mövzunu başlıqlara bölür. Belə. Generativ süni, text to image ən çox istifadə olunan modellərsə. Bunu belə vurduqca başlıqlara bölünür. Hamısını belə göstərir. Ümumi mövzunun özü başlıqlara bölünür. Effektiv prompt yazma qaydaları məsələn. Ətraflı yaz. Mövzunun başlıqlarını özü çıxardır. Avtomatik belə. Məsələn, bunu çıxartdı. Şəkil olaraq endirə də bilirsiniz ki, məsələn, bu bizim çıxartdığımız xəritədir. Bu əslində çox maraqlı görsənir. Ümumi olaraq dərslərdə işinizə yaraya bilər istifadə üçün. Biz burada hamısından demək olar istifadə elədik, hamısını test elədik. Bir qalır video, videodakı biraz uzun olur. Hətta bir dənə də bıraq qoy səsli özeti də yaratsın. Ona da baxaq. Onları yaratsın, biz orada dərslərə keçək, şəkillərə keçək, görək şəkillər nələr hazırlanıbdır, necə olubdur. Bir dənə ümumi işlərə baxaq. Bu platformanın bu da hazır olandan sonra ümumi olaraq bir yerdə ona baxarıq. İlk olaraq onu onunla göstərdim ki, bizdə deməli bu platforma biraz gec işləyir. Ona görə gec hazırlayır. Burada başlayaq. Bu arada uşaqların şəkillərini görmüsünüz. Uşaqlar çox maraqlı şəkillər hazırlayıblar. Müəllim, digər platformadan sualım var idi. Buyurun. Orada Excel-i göndərmək olmurdu, ancaq PDF göndərə bilərik. Mən Excel-i göndərmək istədim, mümkün olmadı. Burada əslində dəstəklədiyi faylları birbaşa yazır altında. Belə göstərək. Bir dənə girək. Fayl olaraq dəstəklədiyi fayllar bir də PDF, teksti, yazı, səs, docs, yəni yazılar. Daha çox yazı üzərinə olan şeylər götürür ki, yazını özünə qaynaq olaraq götürüb ondan məlumat verir. Bəs yaxşı, mən test etmək üçün Kahoot formasında hansı platformadan istifadə edə bilərəm başqa? Excel-i tekstə çevirmək üçün yoxsa necə? Kahoot kimi işləyə biləcək tələbələrə, şagirdlərə suallar verəcək, ekrana suallar gəlsin, cavablandırsın uşaqlar. Onu əslində Excel olmasın, fərqi yoxdur. Əslində hər hansı bir siz əlinizdəki faylı çevirmək istəyirsiniz yoxsa necə? Onu başa düşmədim. Əlimdəki faylı testə göndərmək istəyirəm. Kahootdakı kimi suallar gəlsin, cavabları və şagirdlər onlayn qoşulub cavablandırsınlar. Əslində onu tam olaraq bilmirəm, yəni bizdə burada olan amma elə bir girib ekrana yansıdıb uşaqlara göstərə bilərsiniz ki, testə cavab versinlər. Bu yəni bir nəfərin istifadəsi üçün, yəni birdən-bir elə bir 20 nəfərlə paylaşıb eyni bir lokaldan elə bir eyni yerə girib hamısı ayrı-ayrı cavab vermirlər. Hə, tamam müəllim. Mən Bu elə daha dedim, çox hamı verir. Hə, başa düşdüm. Bu daha çox ümumi dərsdə istifadə eləmək üçündür. Yəni hamı dərsdədir, bir dənə ekranda göstərmək üçün. Bu prosta video özətini hələ hazırlamayıb, onu bir dənə hazırlasın, baxaq ətraflı olaraq onunla. Keçək şəkillərə, bunlar uşaqların hazırladıqlarıdır. Uşaqlar. Bir dənə tapa bilək. Mənim keçən dəfə soruşurdu ki, bu Cadlılar Bayramını kim hazırlayıb? Onu da Türkiyə hazırlamışdı, sadəcə dərsə qoşula bilməmişdi. Ola bilər. Bunlar indi sizin göndərdikləriniz sayılır. Bunlar uşaqların göndərdikləridir. Bu uşaqların işidir. Bu artıq deyəsən uşaqların işi deyil. Bunu görməmişdik dərsdə. Yəqin sonra göndərilib bu. Bunu dərs vaxtı görməmişdik biz.
Bu çox maraqlıymış. Dolaba hayır. Bunlar əslində biz baxmışdıq. Bunlara da baxmışdıq. Bir xeyləm deyəsən yemləri aşağı. Bunlar uşaqların işləri, bunlar. Uşaqların işini qutaramırıq hələ. Üçüncü Bunu mən dərs. hazırlamışdım. Bunları mən hazırlamışdım. Köhnə dərsləri idi. Videoları izlədikcə baxıb öz şəkillərimi görürdüm, ona görə demədim daha heç nə. Bunlar mən hazırladım. Cidden belə bir dövr var idi. biz dərsi qaynatmaq üçün bizdə də kömür peç idi. Onu dəyirdik, sonra hist olurdu içəri. Deyirlər ki, dərs iptal. Bu da mən hazırladığım idi. Bu çox maraqlıdır bu arada. Çox qəşəngdə alınıb şəkil. Bunu Hong Kong fikrimdə tutaraqdan yazmışdım ki, Hong Kongda. Valla başda nəyin fikrinizi oğurlayacağım, çəkicələrə mən də bir şey hazırlayacağım. Mən bu qədər yaxşı görsəndiklərini bilmirdim. Çox belə sinematik görsənlər. Ciddi mənada çox maraqlıdır. Ya, burada ya, bu çox qəşəng, bu kino filmi deməli, animasiya filmi. Nə maraqlı. Bunları hərəsini bir platforma da hazırlamışam. Hə, Ona tərzlər görə fərqli. hamısını göndərmişəm. Bunu kim hazırlayıb? Bunu da mən hazırlamışdım. Kitablar olmadığını Müasir kitabxanalar. İnsanlar, canlılar. Mən bunu İsrailə getdiyim zaman orada görmüşdüm. Onu fikrimdə tutub yazdım. O şəkildə təxmini ona bənzər bir iş aldım. Yəni çox maraqlıdır. Yəni uzağa çox ehtimal ki 3-5 il içində bizdə də onlar kimə gəlir. Bunlar çox uzaq bir gələcək deyil bizdə. Hə? Olar yəqin ki bizdə də. Çox maraqlı. Şəkillər çox qəşəng alıb. Bir də bir-birindən elə bir əlaqəsi deyil. Bir-birinə bağlı şəkillərdə hekayə tamamlanır. Bundan əlləvizə sağlıq. Bu da çox qəşəng. Bu da mən hazırlamışdım. Bunu kim hazırlamışdı bilmirəm amma bu çox qəşəngdir. Bunu da mən hazırlamışam Ümid müəllim. Amma burada niyəsə bu paltarı o Encanto'dakı qız var idi, onu kimi verir. Hər dəfə təkrarlayıb eyni paltarda hazırlayırdı. Yəni mən elə bir prompt verməmişdim. Yo, olur, hərdən öz götür. Onların gaming xüsusi istəyirsə gərək biz özümüz verək. Bu çox qəşəngdir. Bunu gördüm, bu video hələ keçməmişik deyə. Onu şagirdim hazırlamışdı. Bunu kim hazırlayıb? Bunu da mən hazırlamışdım hekayə formasında. Bunu baxın, bunu məsələn animasiya çevirəndə bunu mütləq çevirəsiniz. Mən bu arada üzrə isə belə mən şəkillərə baxıram deyə rekord hal-hazırda kimlə danışdığımı ad olaraq bilmirəm. Bir də adınızı bildirərsiniz. Nərmin Həbilova. Nərmin xanım, çox qəşəngdir. Əllərinizə sağlıq. Yəni əsl çizgi film. Bunlar belə Nərmin Həbilova idi. Bu çox qəşəngdir. Ancaq bunlarda bildim sonradan ki 16:9 qoymaq lazım idi. Videonu izlədikcə promptları hazırlayırdım. Ən sonda həmin hissəni gördüm. 16:9 etmək lazım idi. Tamam. Artıq da limitdə olduğuna görə yenidən təkrar başa başlamadım. Tamam. Çox qəşəngdir. Əllərinizə sağlıq. Təşəkkür edirəm. Yəni əməlli başlı insanın baxası gəlir. Yəni belə bir çizgi film olsa adam baxar yəni.
Rəht ondan azad çox qəşəngdir. Bir də bu gün yeni bir platforma çıxıbdı. Dünən çıxıb hətta. Ondan əlaqəli biz elə birbaşa dərsdə onu da göstərəcəm sizə. Dünən çıxıb deyə ondan əlaqəli bir müzakirə ataq məlumatınız olsun. Onu çox ehtimal şəkillərdə sizin işinizə yarayacaqdır. Bunun kimi hazırlayıb, bu da çox qəşəng. Hə, ad görsəniz Zeynəb xanım. Bu da çox qəşəngdir. Hekayə davamiyyəti var. Əllərinizi sağlık. Çox sağ olun Ümid. Ümid müəllim, mən 2023-də 7-ci qrant layihə qazanmışdım. Elə bu mövzuda idi. Ona görə Vidix layihəsini seçdim. Biz uşaqlarla hekayə yazacaq. Yazılan hekayəni kitab olaraq çıxartdıq. Orada şəkilləri falan özümüz yerləşdirmişik. İndi onu tapıb atacağım sizə. Hekayədir, uşaqlar yazıblar, düzəliş eləmişəm. Sonra şəkilləri yerləşdirmişik. Bu çox xoş olar. Göndərərsiniz, baxaram. Baxmaq çox istəyirəm. Tapıb onun üçün göndərəcəm PDF-ni sizə. Tamam, gözəl. Bu da çox qəşəngdir. Azərbaycan dilində cizgi film deyə baxıram ki, bunları öyrənsək eləmək olar. Əslində bizim animasiya çox sevindiricidir bu arada animasiya kateqoriyasının olmağı. Nəyə görə? Azərbaycanda çox ciddi bir boşluq var animasiya ilə əlaqəli. Bir də indi siz məsələn təhsil sferasındasınızsa siz daha yaxşı bilərsiniz. Məsələn mən əsas mənim o çizgi filmlərinə maraq salmamın səbəbi ondandır ki, məsələn mənim qızım var 2 yaşında. O da indi artıq yavaş-yavaş çizgi filmlərinə baxmağa başlayıb. Valideynlərin yaralı yeri. Hə, yavaş-yavaş başlayıb çizgi filmlərinə baxmağa, yəni öyrədici bir şey açmaq istəyirəm. Azərbaycan dilində yox dərəcəsində deyil, yəni. Yoxdur. Yoxdur, net olaraq yoxdur. Adi bir hərfləri öyrənsin, rəqəmləri öyrənsin. Türk dilində açırıq ya ingilis dilində açırıq. Mən uşağın Azərbaycan dilində danışmağını istəyirəm, rus sektoruna da istəmirəm. Sırf Azərbaycan dilində istəyirəm öyrənsin ki, sonra gələcəkdə istəyər ingilis dilini təkmilləşdirdi. Uşaq üçün əsas bir dili normal öyrənməlidir. Uşaq da qalır belə ki, bir baxır video türk dilində, bir baxır ingilis dilində, bir baxır ispan dilində. Evdəkilər Azərbaycan dilində danışır. Uşağın beyni, uşaq bilirsiniz rəhləri sayır, görürəm ki, türk dilində deyir rəngin birini ingiliscə deyir, birini Azərbaycan dilində deyir. Çox ciddi bir problemdir, çox ciddi problemdir. Onun məndən böyük yaralı yerlərindən biridir. Bizim Mədəniyyət Nazirliyinin layihəsində bir dənə qrupumuz var, Air for Art deyə. Orada məsələn biz orada işləyirik animasiya üzərinə, hətta dərsdə vaxt qalsa mən göstərəm. Bizdə məsələn bir uşaq var, 1 dəqiqə 40 saniyəlik animasiya filmi düzəldibdir. Timsahın animasiya filmidir. Krokodilin belə deyə. Yəni mən deyim ki, elə bir animasiya filmi görməmişəm də. Mən çox qəşəngdir və çox maraqlıdır. İndi biz onlarla da danışırıq ki, yəni bu kursdan qalmasın. Kursdan sonra eləyək ki, ən azından bir valideyn YouTube'dan Azərbaycan dilində bir şey axtaranda çıxsın. 2-3 dənə mahnımız var. Onlara video düzəldiblər, başqa heç nə yoxdur və kiminsə eləməyini gözləyirik. Elə hamı gözləyir. Eləyəndə yoxdur. Əslində layihəmi mən yazanda orada problemləri vurğulamışdım. Bəlkə də ona görə qazandı. Biz uşaqlar arasında seçmişdik 30 uşaq və 30 hekayə. Hekayələri yazdıq, kitabları çıxartdıq. İndi də bacardığımız qədər o hekayələr əsasında, yəni professional şəkildə deyil də, hekayələri canlandırıb paylaşırıq. Həm də uşaqların adını qeyd edirik ki, biraz da motivasiya olsun, həvəslənsinlər ki, onların yazdıqları hekayə cizgi film formatındadır. Əslində çox mükəmməl bir şeydir, bəli. Hə, inşallah. Onu sizə göndərəcəm mütləq şəkildə baxarsınız. Sevə, göndərsəz mənim üçün də çox xoş olar. Yəni animasiya əslində bizdə animasiya sadəcə uşaq üçün olan bir şey deyil də, yetişkin üçün də. Animasiyanı hal-hazırda uşağa biz oturub məktəb aça bilmirik də. Uşağı öyrənməyə maraqlısa multfilm, öyrədici şeyi də multfilm üzərindən eləməliyik ki, öyrənsin. Yəni indiki uşaqlar məsələn daha çox video, musiqi üzərindən öyrənmək istəyir. Biz də məsələn dərsdəki faylları videoya çeviririk ki, uşaqlara maraqlı olsun. Yəni indiki öyrənmək istəyənlərin, yəni
bizim vaxtımızda deyəndə belə şey çıxır. Bizim vaxtımızda çox bir şey yox idi. Yəni nə internet istifadə, nə başqa bir şey. Onsuz da odağımız çox dağılmırdı. Amma indi elə deyil, hamıda telefon, kompüter, texnologiya ilə inkişaf edib ki, o uşağın diqqətinin dağılmağı çox asan məsələdir. Onun Ümumiyyətlə mənim öyrənməkdə çox çətin məsələdir hal-hazırda. Ona görə Biz dərsdə tətbiq edəndə dinləmə ilə məsələn mövzunu verib uşağı özü oxuyanda daha gec qavrayır. Məsələn biz onu oxuyandan sonra sual verəndə baxıram ki, daha yaxşı nəticə alır. Amma vizual olaraq bir də eşitmə olaraq uşaqlar daha yaxşı qavrayırlar. Ona görə. hal-hazırdakı bu texnologiya dövründə də hər şey vizual ağırlıqlı gedir deyə, sosial media, bütün hər yerdə video. Yəni videolarla uşaqlara uşaqların öyrənməyi onlar üçün də çox yaxşı olur. Bu arada videonu hazırladı. Videonu mən açım birlikdə baxaq. Bu text to image biraz əvvəl platformaya vermişdik. Siz də baxın. Neçə dəqiqə? 1 dəqiqə olmalıdır. 7 dəqiqə düzəldib hətta. Bunu bir dənə qısa baxaq, sonra fikirlərinizi paylaşarsınız. Salam. Hiç düşündünüzmü ki Videonun səsi gəlir. Bəli, adi sözlərlə Deyil, gəlmir. möhtəşəm bir sənət əsəri Bunun elə bir yaratmaq olar. problemi var, bəli. Ekranda paylaşanda videonun səsi gəlmir. Mən bunu endirirəm, qrupa göndərim. Hal-hazırda danışır, video rekordda Bugün biz məhz bu Qeyd sehirli edəcəkdir. texnologiyadan, yəni sözləri heyrətamiz şəkillərə çevirməkdən danışacağıq. Elə hər kəs belə hazırlayır özü ətraflı. budur. Baxın. Süni intellekt sizin cümlənizi götürüb onu kiçik tapşırıqlara bölür. Süni intellektin bütün potensialını ortaya çıxarmaq. Məkan qız qalasını xoşbəxtliyi əks Mən də etdirəcək. sizlə bərabər hazırlamışdım artıq. Məndə də görsənir, səsi gəlir. Mən bunu indi WhatsApp-a da göndərəcəm. Müsait arada istəsəz baxarsınız da müsait olan kimi baxın. Bu çox yaxşı mənim fikrimcə. Mənim çox xoşuma gəlir bundan işləmək. Bir də bu özəllik yeni gəlibdir, yəni maksimum 10 gün olar gəlibdir. Yeni bir özəllikdir. Ona görə istəyirəm ki, siz də faydalanasınız ondan. Maraqlı olar. Yəni onu mən qrupa göndərim. Burada sözlərlə şəkil yaratmaq. Aha. İndi qrupa da göndərdim, gəlir. Ona birazdan mən indi açanda səs gəlmir. Siz özünüz də açıb baxarsınız, müzakirə edərik. Mən onun səsli versiyasını da indi endirəcəm. Səsli versiyası da əslində hazırdır. Onun səsli versiyası da hazırdır. Bir dənə ona da baxaq. Biz burada səsli versiyasında mən istəmişdim. Salam. Bugün Çox texnik. Hətta bu səsdə 18 dəqiqə düzəldibdir faylı. Ətraflı biz istəmişdik deyə. Qısa özət istəyəndə qısa özət verir. Və işin həm yaxşı tərəfi, həm də biraz qeyri-adi tərəfi ondadır ki, eynisini təkrarlamır. Burada olanların eynisini demir. Onların mənasını dəyişir biraz. Eyni mövzudan kənara çıxmadan elə söhbət eləyir ki, iki nəfəri ciddən də bu mövzu haqqında müzakirə eləyirlər. Yəni əzbərə danışmırlar. Ondan elə çox maraqlıdır. Onu bir dənə endirdim. İndi bir dənə tapma onu sizdən paylaşım. Aha. 18 dəqiqədə budur. Yəni bunun təbii ki, hamısına baxın demirəm. Sadəcə ümumi olaraq bir dənə baxarıq ki, müzakirə xarakterli. İkisini də göndərdim. Ona bir dənə arada vaxt araya çıxanda ya da istəyirsə indi bir videonun bir dəqiqəsinə baxın. Hamı baxa bilir hal-hazırda. Videonun bir dəqiqəsinə baxın, ondan sonra müzakirə eləyək. Bəli, baxırıq. Bir dənə zəhmət olmasa hamı baxsın, sonra biz müzakirə eləyək. Açım geçsin. Hiç düşündünüzmü ki, sadəcə sözlərlə, bəli, adi sözlərlə möhtəşəm bir sənət əsəri yaratmaq olar. Bugün bir gözəl bir bənzətmədir. Yəni, süni intellekt burada sadəcə quru bir alət. Necə? Səs gəlir artıq sizdə kompüterdə. Onda bir yerdə baxaq. Çox sevindirici bir hal. Salam, hiç düşündünüzmü ki, sadəcə sözlərlə, bəli, adi sözlərlə möhtəşəm bir sənət əsəri yaratmaq olar.
Bugün biz məhz bu sehirli texnologiyadan, yəni sözləri heyrətamiz şəkillərə çevirməkdən danışacağıq. Elə isə gəlin başlayaq. Bir anlıq təsəvvür edin, ağlınızdakı o ən çılğın, ən rəngarəng xəyalı götürüb, cəmi bir neçə saniyəyə gözünüzün önündə canlandırırsınız. Yox, bu heç də fantastika deyil, bu artıq reallıqdır. Və bax, bu sözlər də məhz bunu deyir. Texnologiya ilə hər kəs öz xəyalını görə bilər. Bəli, elə bil ki, bu texnologiya bizim xəyal gücümüzə rəng qatan yeni bir yaradıcı dostumuzdur. Yaxşı, gəlin görək bu proses necə işləyir. Əslində, ideya çox sadədir. Siz sadəcə süni intellekt sizə hər hansı bir it çəkəcək. Bir də bu məsələm şəkli mən verməmişəm. Yazını öz şəklə çevirib. İndi buna baxın. Çünki ümumi bir fikri götürüb, onu canlı, nəfəs alan bir səhnəyə çevirən şey məhz o kiçik detallardır. Gəlin fərqə baxaq. Məsələn, sadəcə bir it yazsanız, süni intellekt sizə hər hansı bir it çəkəcək. Amma siz kosmonavt geyimində Marsda gəzən balaca bir it yazsanız, bax, əsl sehr məhz onda başlayır. Bunu çox mükəmməl eləyib ki, sadəcə mətndən mövzunu başa düşür, mövzunu analiz edilir, mövzuya uyğun şəkil yaradır, 2 dənə şəkil. Eyni slaydın içində verir və qarşılaşdırma mətnini də danışır. Bunların hamısını bir dənə fayldan eləyir. Yəni normalda bunu yaratmağa çalışsan, günlərlə bəlkə də vaxt itirərsən. Artıq ortada konkret bir hekayə, bir səhnə var. Keçək ikinci sehrimizə. Harada olduğunu deyin. Yəni məkan və zaman. Şəklə bir kontekst əlavə edən kimi, o dərhal daha maraqlı, daha deyirik ki, məkan Qız Qalasının önü olsun. Zaman isə axşam emosiyada təkcə bir mənzərəni yox, həm də bir... Bundan bu çox qəşəngdir. Yağışdan sonra göy quşu altına sevinən dostlar. Bunu mən mətn olaraq yazmışam, örnək mətn kimi. Bu onun şəklini hazırlayıb və çox da maraqlı eləyibdir. Bunu mən özüm hazırlamağa qalsam bu qədər maraqlısını eləyəm. Şəklin bir çizgi filmi kimi, yoxsa bir komiks kimi, ya da bəlkə tam realistik bir... Bu da şəkil stilləri haqqında danışır və çox qəşəng real кейslə də göstərir. Məhz siz qərar verirsiniz. Bu məncə çox əyləncəli bir göz... Yəni, belə qarşılaşdırmalar eləyir, bu çox möhtəşəmdir. Hızlı velosiped sürən uşaq gün batımında parkda gülümsüyür. Gördünüzmü? Artıq onun nə çəkəcəyi barədə çox üzərində. Göy qurşağına toxunan bir ev. Bax, sadədən möhtəşəmə keçid dediyimiz 10-cu nümunəmizə baxaq. Yenə, sadəcə bir pişik yox, ona bir xarakter, bir şəxsiyyət veririk. Gözlük taxıb, kitab oxuyur. Hətta yanında da bir fincan isti kakao var. Bax, bu kiçik, amma vacib detallar şəkli tamam... Ciddi mənada bu çox möhtəşəm özəllikdir. Ümid edirəm ki, siz də istifadə edərsiniz və faydasını görərsiniz. Video ilə əlaqəli fikirləriniz nələrdir? Sonra səs datım, bir dənə səsə də qulaq asaq qısa. Ümid müəllim danışıb da çox yaxşıdır. Yəni əvvəlki kimi robot səsi deyil də. Sanki kimsə həqiqətən səsləndirir onu. Və o qarşılaşdırmalar çox mükəmməl verir ki, mətndən içindən mövzunu başa düşüb onu avtomatik şəkil hazırlayır. Bəli, çox yaxşıdır. Müqayisə edilir, yəni uşaqlar üçün də yaxşıdır. Yəni hər hansı bir mövzunu bu özəllik yeni gəlibdir. Mən test elədim, mənim çox xoşuma gəldi. Çox maraqlı eləyir. Yəni hər hansı bir çətin mövzunu, bayaq biraz əvvəl bir dənə sayt vardı. Məsələn, ondan əlaqəli yeni bir özəllik çıxmışdı. Çox uzun mətn idi. Oxudum, sıxıldım. Heç axıra qədər oxumadım. Mətni atdım bunun içinə ki, mənə bir dənə özətini hazırlayıb, video hazırladı. Açdım videonu, baxdım. Çox rahat, asan, başa düşülə bilən dildə. Yəni bizim özümüz üçün də belə, sadəcə uşaqlar üçün hər hansı bir gəliz gələcək mövzunu əyləncəli halda verir. Öyrənməyimiz çox rahat olur. Yəni fikrimcə çox mükəmməl bir özəllikdir, platformadır. İndi səsi atıram, bir dənə səsə qulaq asaq. Salam. Bugün texnologiyanın çox maraqlı, hətta deyərdim, başgicəlləndirici bir sahəsinə baş vururuq. Süni intellektin sözlərdən, bildiyimiz sözlərdən necə vizual görüntülər yaratması. Salam. Bəli, çox aktual mövzudur. Əlimizdə generativ süni intellektlə bağlı bir tədris materialından, belə deyək, bəzi çıxarışlar var və məqsədimiz təkcə bu necə işləyir sualını cavablamaq deyil. Yox, əlbəttə. Daha dərinə getmək lazımdır. Bəli, yəni bu texnologiyanın pərdə arxası məqamlarına, incəliklərinə baxmaq istəyirik. Necə olur axı bizim yazdığımız cümlələr
sanki sehrlə rəsmə, fotoya çevrilir. Arxasında nə var? Gəlin bax, bunu araşdıraq. Bu həqiqətən də, yəni yaradıcılıq anlayışını bəlkə də kökündən dəyişən bir şeydir. Vizual sənət sanki daha əlçatan olur, bilirsiniz? Əvvəllər bir şəkil çəkmək üçün gərək ya fırçan olaydı, ya qələmin, bir ustalığın olaydı. Çox qəşəngdir. Bunda elə bir iki nəfər qarşılıqlı oturub söhbət edir. Özü də hərdən eləyir ki, çox realist suni intellekt olduğu belə bəlli olmur. Səslə əlaqəli fikirləriniz bir sakitçilik yarandı. Adətən radio verilişlərində nəyisə müzakirə edirlər, FM-də eşidirik, onu bənzədir. O orfoqrafiya qaydaları da hamısı gözlənilir, səsdəki o məlahətlik də hamısı yerindədir. Yəni uşaqlar əslində burada o dinləyib anlama, danışma bacarıqları üzrə Azərbaycan dili fənnindən oradan da yaxşı nümunədir həqiqətən. Çünki yəni siz təbii ki, uşaqlarla işləyirsiniz, siz çox daha yaxşı bilərsiniz, amma mənim sezdiyim qədərindən hal-hazırda heç kim, yəni məndəki ən azından tələbələrdən, məndə hələ biraz yaş böyükdür universitetlərdən, birinə bir şey öyrətmək artıq çox çətinləşibdir. Yəni heç kim demək də olmuş ki, bu sənin gələcəyin üçündür. O sözdən heç bir önəmi yoxdur. Öyrətmək çox çətinləşib. Məlumatın olmağı artıq bir önəm kəsb eləmir. Əvvəl məlumat çox az idi. İnsanlar çox rahat qəbul edə bilirdi. İndi məlumat dəhşət çoxdur və məlumat kirliliyi də bir o qədər çoxdur. Onu filtrləyib qəbul etməkləri çox çətindir. Amma onu gördüm ki, yazıdan çox belə əyləncəli səs olaraq, video olaraq uşaqlara bir şey öyrədəndə uşaqlar daha tez, çox da belə daha yaxşı öyrənirlər. Bunu mən düşünürəm ki, indi biz bunu elə belə özümüz üçün öyrənirik, amma çox keçməyəcək ki, bunu bizim təhsil sistemində birbaşa məktəblərdə keçməyə başlayacaqlar. Yəni buna biz keçid eləmək bir növdə məcburiyyətindəyik. Hətta ibtidai sinif üçün, orta sinif üçün bunlar çox mükəmməldirlər. Uşaqlarda, yəni mən şəxsim adına onu deyə bilərəm ki, mən bir çünki sinifin ortalaması eyni olmur, hamının başa düşmə qabiliyyəti eyni deyil. Biri çox yaxşı başa düşür, biri zəif başa düşür. Uşaq da çəkinir, sual verə bilmir, mövzu onun üçün qapalı qaldı və irəlilədi. Amma belə olanda onların öyrənmə mexanizmalarına çox müsbət təsir edir deyə düşünürəm. Ümid edirəm ki, bizdə də yaxın zamanda sırf bu şeylər get-gedə bütün məktəblərdə təhsil sistemində çoxalacaqdır. Burada bunu ekranı görə bilirsiniz də, düzdür? Bəli, göstərilməli. Bunu mən uşaqlar üçün hazırlamışdım. Əslində ümumi özümüz sizin üçün də. Belə deyək, burada mən çizgi film stillərini çıxartdım. Hansı çizgi film stilləri var, hansı işə yarayırlar. İndi bunu dərsin ikinci yarısında bizdə digər platformalar var. Onlarda keçəcəyik, onların müzakirəsi də olacaqdır. Bir dəqiqə mənə bağışlayın, bir dənə işıq yandırım, bura qaranlıq oldu. Belə bir stillər çıxartdıq ki, bu ümumi çizgi film stilləridir. Bunu birbaşa elə ChatGPT-də biz yazdıq, çizgi film stilləri hansıda ChatGPT verdi. Mən də bunu bir fayl halına saldım ki, eləyək. Bugün keçəcəyimiz platformalar var ki, biz keçən dəfə keçəndə onlar hamısını keçməmişdik. Bugün artıq şəkildə demək olar ki, bizim son dərsimizdir. Bugün onları tamamlamalıyıq ki, hansı platformalar var. Realist, bizdə indi keçdiklərimiz daha çox animasiya üzərinə idi. İndi keçəcəklərimiz də animasiya üzərinə olacaq, amma prosto bəzi platformalar var ki, sırf fotoaparatla çəkilmiş kimi real şəkillər yarada bilir. Yəni o şəklə baxanda elə cidden də bir fotoqraf çəkibdi o şəkli. Onları keçəcəyik. Imagen olacaq. Bugün Midjourney olacaq öyrənəcəyimiz. Sonra Nanobanana olacaq və Krea. Kreanı hələ bugün keçəcəyik ki, Kreada ən birinci çıxan AI platformalarından biridir. Bir də keçək şeyə, dedim yeni bir özəllik gəlibdir. Ondan əlaqəli mən sizə göstərim. Bu qalsın burada. Deməli bu platforma vardı. Xfile deyə belə bir platforma vardı. Bu şəkil düzəldəndə bizə elə belə girib baxmışdıq sadəcə ki, bugün baxacağız ki, platforma nə üçündür. Burada da şəkillər düzəltmək olur. Sadəcə buna dünən yeni bir özəllik gəlibdir. Popcorn deyə belə. Adı Popcorndur o özəlliyin.
Popcorn nə işə yarayır? Siz burada bir şəkil verib, referans şəkil verib, bundan bir neçə şəkil yarada bilirsiniz eyni səhnədə. Mən bunu test eləmək üçün öz şəklimi yüklədim, yazdım Image 1-də olan adamı detektiv filmində baş rolda hazırla, sinematik, tam realistik səhnələr olsun. Düzdür, həmişə mükəmməl yaratmır, amma yaratdığı səhnələr çox qəşəngdir. Və işin qəribə tərəfi bunu bir şəkil və bir dənə promptdan yaradır. Amma animasiyada daha yaxşı nəticələr verir ki, özümü animasiya filmində bir hazırlamışdım. Şəklimi referans olaraq verib. Baxın. Çox qəşəng oldu mənə. Maraqlıdır. Burada hamısını yox. Məsələn, bunu seçmək olar. Bu da qəşəngdir. Bu nəsə problem var. Bu da qəşəngdir. Bu da qəşəngdir. Bu problemlidir. Amma bunu istifadə eləmək olar. Bunu da istifadə eləmək olar. Bunu da eləmək olar. Bunu da eləmək olar. Ki, bunlar bir dənə şəkildən yaradılmışdır. Yəni, bir şəkildən 2 dəfə, 3 dəfə səhnə yaratsaq, demək olar, bir animasiya filmini çıxardacaq qədər əlimizdə material olur. Bura elədiyimiz şey necədir? İndi göstərirəm. Mən bir dənə girdik. Bunu test eləyərsiniz, ödənişsiz versiyada da test eləmək olur. Bura girdik Popcorn Free-yə. Platformamızın adı Xfiled AI. Bunun əslində haqqında keçmişdir, səhv eləmirəm. Çünki mən buranın kreativ partneriyəm, yəni ambasadoruyam bu platformanın. Bunlar hal-hazırda çox yaxşı işlər görürlər. Mən bura bir dənə şəkil yükləyəcəm. İndi sistem bir bir çizgi film testini eləyək. Mənim yüklədiyim şəkil, məsələn, bu. Şəklimi yüklədim. Auto modundadır. Manual mod elədi ki, hər 7 səhnə hazırlaya bilirsiniz. Buradan seçirsiniz də, məsələn. Buradan seçirsiniz ki, 7 səhnə hazırlasın. Şəkli yüklədik, 7 səhnə olacaq. Bunu avtomatik seçib bir dənə qısa prompt yaza bilərsiniz, o 7 səhnəni özü yaratsın. Və ya manual modu var ki, manual modda hər səhnəni ayrı-ayrı yaza bilərsiniz. Məsələn, biz istəyirik ki, Pixar filmində, Pixar deməkdir, əslində biraz əvvəl bizim burada stillərin adı var idi. O stillərdən birini götürək, onlardan hazırlayaq. Aha, burada hansı bu stil mənim çox xoşuma gəlmiş, low poly stili. Bunu götürüb bundan əlaqəli bir çizgi filmi hazırlayaq. Burada manual seçəndə hər səhnəni özünüz yazırsınız. Məsələn, kovboy kimi yaratırsınız. Burada atla gedir, burada əlində silah var, burada yemək yeyir, burada içki içir. 7 səhnəni ayrı-ayrı yaza bilirsiniz. Və ya avtomod seçirik, yazırıq ki, image, bir dənə bu qısa yazılmalıdır ki, image 1, yəni şəkil 1-də olan karakteri ingiliscəsində, türk dilində yaza bilirik burada. Low poly tarzında yazdım ki, Image 1-də olan xarakterə low poly 3D tərzində animasyon filmi yarasın, hekayə meşədə keçsin, heyvanlar da olsun hekayənin içərisində. Ölçünü seçdim 16:9, 7 dənə nəticə verəcək bizə bir dənə şəkildən. Bu biraz hazırlanması vaxt alır. Onu biz vuraq, o həmin vaxtda hazırlasın. Biz də görək ki, bu nələr hazırlaya bilər. Dedim ki, bundan bir-iki dəfə birinci nəticədən verdiklərinin hamısı, belə deyim də, yetərsiz qala bilir. Amma 2 dəfə bunu biz eləsək, orta hesabla bizə 10 dənə əllə tutulur şəkil eləyib versə, biz onu videoya çevirsə, demək olar bir animasiya filmi yarada biləcək qədər çevirir. Və paralelində burada belə bir şey var ki, bu platformanın özəlliyi. Belə deyək, hazırlayaq. Məsələn, mənzərə şəkli var məndə. Mənim biz ora mətn yerləşdirə bilirik. Necə mətn başa düşmədim? Məsələn, o şəkili yerləşdirib altına da hekayəni yaza bilirik ki, özü uyğulasın, yoxsa tək-tək yazmaq lazımdır hissələrə? Əslində hissələrə tək yaza bilirsiniz. Bir də auto modu var ki, auto modda ümumi hekayəni yazsaz, özü onu avtomatik səhnələrə bölür.
Hə, onu yoxlayacağam bu gün. Hə, onu mütləq yoxlayın. Çox yaxşıdır. İndi birazdan nəticələrini görəcəyik. Onsuz da nəticələr. Çünki mən burada hazırladım əvvəldə var idi ki, cowboy kimi hazırladım. Cowboy şerif kimi. Elə bilə bu ilk testlərdir. Buna işin qəribə tərəfi onların hamısını bir şəkildən eləyir də, yəni. Ondan nə çox yaxşıdır. Cowboy filmi kimi eləmişdim. Biz qarışdırır, təzədir. Amma yəni bir şəkildən verdiyi nəticələr yəni çox mükəmməldir də. Onu vurğulayaq ki, bir dənə şəkildən maksimum bu qədər nəticə ala biləcəyim başqa platforma yoxdur. Şəkil edit üzərində bir platforma daha var. Adını qeyd elədim, Nano Banana. Onu keçəcəyik bu gün. Bu platforma bir növ ona rəqib olaraq çıxmış platformadır. Onun haqqında da bu gün öyrənəcəyik ki, bunda əslində biz nələr eləyə bilirik. Burada əslində belə deyim, ikinci bu köynək, belə bir köynək var. Bu köynək, image 1-də olan xarakter, bir dənə mənim şəklimdir, bir dənə də burada Saroçka şəkli var, demək, karakter, gömləyi, giysin. Bunu bir dənə rezalt edək, ölçünü eləyək, 16-96. Burada özümün şəklidir, burada da köynəyin şəklidir. Deyirəm, yəni bu adam bu köynəyi geyinsin. Onu da eləyə bilir. Bu arada animasiyonu hələ hazırlanmayıb. Animasiya ora getdi. Hələ hazırlanmayıb. Onlar da hazırlasın, indi bir yerdə baxacağıq. Burada birazcıq geç hazırlaya bilir, 3-5 dəqiqə çəkir. Bugün öyrənəcəyimiz Nano Banana var ki, Nano Banana da şəkillərdə edit edə bilir. İndi bəzi şeylər göstərəcəm. 100% görmüsünüz, çünki sosial mediada trend idi bu aralar. Platforma onsuz da yeni çıxıbdır, bir ay əvvəlin platformasıdır. Amma çox mükəmməl şeylər hazırlamalı. İndi onun haqqında da mən keçəcəm. Dərsin ikinci hissəsi biz o platformalara keçəcəyik. Bir də əlimizdə olan bu tərzlərə uyğun 3 dənə platformanı test edəcəyik ki, hansı işimizə daha uyğundur. Bununla da bugün buna uşaqlarda olduğu kimi bugün ev tapşırığı olacaq ki, bir dənə bu bir stildən sadəcə 8 səhnə olacaq. Bugün ondan da şəkli tamamlayacağıq. Gələn dərsdən etibarən başlayacaq video keçməyə. Bir dənə baxaq şöyle hazırladı. Yox, hələ hazırlamayıb, hazırlayır. İndi sizin üçün də uyğunsa biz 10 dəqiqəlik araya keçək, ara verək. Ondan sonra dərsin ikinci hissəsində davam edək. Onlar mənim. Hə, bir dənə də səs, görüntü yenə eyni qədərdə bağlı qalsın, heç kim çıxmasın, sonra davam edək biz dərsimizə. O vaxtda kimdə bu hazırlansın.
Salamlar dərslərdən. Salam. Əla. Keçək biz bir dənə platformalara baxaq. Platformalarda biraz əvvəl verdiyimiz şəklə məsələn hazır. Məndə maraqlıdır görən nə çıxır. Ekranımız paylaşılır. Getdik. Bu verdiyim şəkildən bayaq hazırladı animasiya. Kolumdakı dövmənin də eynisini çıxardım. Yəni bu bir səhnə, bunu istifadə edə bilərik. Bunu da edə bilərik. Bunu da 5 səhnə. 7 səhnə verdi, amma onun 5-ni çox rahat istifadə edə bilərik. Yəni bunu biraz təkmilləşdirib 2 dəfə vursaq, 10 şəkil versə bizə, demək olar animasiya hazırdır. Fikirləriniz nədir bu platforma haqqında? Nə düşünürsünüz? Mən yoxladım müəllim. Bəli. 4 səhnə hazırladı. Təzədən yenə təkrar verdim ki, hazırlasın. Dedi ki, ödənişlidir. Biraz geç hazırlayır. Bir dəfə mi hazırlayır axı əslində ödənişsizlə də? Bir dəfə hazırladı. Bəli, 4 səhnəlik hazırladım öz şəklimi. İkincisini hazırlamaq üçün verdim, hazırlamadı. O sabaha yenilənəcəkdir və belə bir şey var ki, burada məsələn görsənir də məndə 4 dənə meylim var. 4-5. Tövsiyə edirəm ki, sizdə də ən az bir 2 dənə Var məndə də bir 7-8 büyük var. siz onda elə bu deyir ölümsüzlüyün sirrini tapırsınız. Limitsiz də sizdə hər şey onda. İstənilən platformadan istifadə edə bilərsiniz. Bəli. Sonra verdim ki, bir dənəsində test üçün verdim ki, hanı o? Onu da hazırlamışdı. Ümumi. Hə. Burada köynəyi geyindirsin. Düzdür, burada biraz dəyişiklik eləyib. Köynəyi geyindirib, amma biraz şəkli dəyişdiribdir. Köynəyi yoxsa geyindiribdir. İndi keçək biz bugün bu platformanı deməli test eləyin. Bu işimizə çox yarayacaqdır, düşünürəm. İndi keçək biz burada hansı platformalara keçəcəyik, indi ona keçək. Bağlayaq. Notebook test elədik. Bizim keçəcəyimiz platforma birinci Crea.ai. Adı budur. Platformalar linkini yerləşdirə bilərsiniz qrupa. Olar. Hamısını şəkillə əlaqə mən hamısını hazırlayıb sabah sizə göndərə bilərəm. Necə bu animasiya üçün stilləri hazırlamışdıq. Onları da linki ilə bir yerdə yerləşdirib ataram sizə. Biri istəsalım. Crea.ai birinci. Onu vuraq. Sonra gəlir Midjourney. Sonra gəlir Nano Banana da üstəcəm. Bir dənə Midjourney ilə başlayaq. Midjourney ödənişli platformadır. Yenə də göstərirəm, bəlkə nə vaxtsa kim istəsə ala bilər. Bu incəsənət yönümlü şəkillər bundan başqa heç bir platforma hazırlaya bilmir. Yəni belə deyək də. Realist şəkil hazırlamır, ancaq art şəkillər hazırlar içində fikir verirsinizsə. Özünün bir rəng tonu var. Elə bir şəkillər hazırlayıb hansısa platformada filtr atırıq, üstünə şəkillərimiz daha yaxşı görsənsin deyə. Onu bu platforma birbaşa elə bir özü filtrli hazırlayır şəkilləri. Və şəkillərə girdik. Bu şəkil məsələn çox xoşunuza gəldi. Burada promptunu da yazır, götürüb dəyişdirib istifadə eləmək olar. Məsələn belə şəkil var. İlk platforma əslində ən birinci yaranan süni intellekt şəkil düzəltməsi olan platformalardan biridir. Bunu mən çox aktiv istifadə edirəm. Amma dediyimiz kimi bunda belə bir nüans var ki, bu ödənişsiz versiyada istifadə icazə vermir. Aylıq $10 ödənişi var. Hətta burada həftəlik, aylıq ən yaxşı şəkillərin seçə bilirsiniz ki, məsələn, bu ayındır, günün ən yaxşı şəkilləri. Sonra şəkillərdə girib düzəldənlərin profilinə də baxa bilirsiniz. Maraqlanan şəkillər var. Bizim o verdiyimiz stillər var da, animasiya stilləri. Məsələn, o stillər ümumi burada hazır var. Mükəmməl tərəf. Kimlərsə o stilləri alır. Bu stil məsələn xoşunuza gəldisə, bu stili seçəndə avtomatik yaratdığınız şəkillərin hamısı bu stildə olur. Stillərin hamısı insanlar tərəfindən yaradılıb. İstifadə etmək olur. Platforma çox yaxşıdır. Burada hazırladığımız şəkillər varsa mən sizlə onları paylaşacağam.
Bundan hazırlanmış mən sizə videolar göstərmən yaxşısı. Şəkillən videolar ki, birbaşa fərqini başa düşməyimiz üçün. Bunu biz hazırlamışdıq. Məsələn, art videolar var bəzi. Bununki kimi məsələn. Baxın. Formalaşdırırıq. Bu şəkilləri bundan başqa platforma heç biri belə net hazırlaya bilmir. O belə abstrakt şəkilləri. Amma bu dediyimiz kimi ödənişlidir. Bunu saxlayırıq, keçirik biz. Biz Crea-ya keçəcəyik və Imagen Nanobanana. Birinci Imagen-dan da başlayaq. Imagen əslində Google şirkətinin şəkil düzəltmə platformasıdır. Biz bunu hardan istifadə edə bilərik? Əslində bizim Gemini-nin içində istifadə elədiyimiz, yəni burada. Bura gələndə Imagen ilə rəsm ürət. Bunu seçəndə avtomatik şəkilləri sıfırdan Imagen-la yaradır. Yəni biz Gemini-nin içindən Imagen-i istifadə edə bilərik. Amma burada promptu yazandan sonra sonuna ölçüsü nə olacaqsa onu yazmaq lazımdır ki, düzəldə bilsin. Və ya ödənişsiz olaraq bir platforma var, oradan istifadə edə bilərik. İndi onu göstərəcəm. Deməli, platformamızın adı AI Studio. AI Studio Google-a yazan kimi birinci bu çıxır. aistudio.google.com. Bu sayta giriş elədi. Bir dənə zəhmət olmasa buralara diqqətlə baxın. Bura giriş eləyəndən sonra burada girəcək chat bölməsi var. Burada Images bölməsini seçirik. Gəlir ki, Imagen 4-cü versiyanı birbaşa hazırlamaq üçün. Hətta burada sağda bunun 3-cü versiyasında seçmək olur. Ki 3-cü versiyası fikrimcə ən realist şəkil hazırlayan platformadır. Burada da ölçülərini seçmək olur. Yəni birbaşa Imagen-dan düzəldilir şəkillər tam realist. Və buradan düzəltmək ödənişsizdir. Günlük müəyyən qədər limit verir istifadə eləməyimiz üçün. Yəni hər hansı şəkli girib orada yoxlaya bilərsiniz, test edə bilərsiniz. Məsələn, bir dənə buna realist şəkil yazaq ki, bunun üçün deyirik ki, text to image üçün prompt mətni yazsın bizə. Bunun bir dənə realist, necə realist şəkillər hazırlaya bilir, onu test eləmək üçün bir dənə prompt alaq, yoxlayaq. Çünki bunun hazırladığı realist şəkli bir dənə hazırlaya bilən Dreaminadır. Yəni heç bir platforma bunun kimi realist hazırlaya bilmir. Yəni biz işlərdə də real, məsələn şirkətlərin çoxunda biz reklam düzəldəndə bu platformadan istifadə edirik ki, realist şeylər bunda hazırlanır. Promptu getdik, yapışdırdıq, ölçüsünü seçdik 916. OK verdik, hazırlayır bizə. Bir dənə hazırlasın, baxaq. Görək nə qədər realist hazırlaya bilir. Şəkli əslində mən çöldə düşünmüşdüm, onu çöl yazmamışam deyə bir şey deyə bilmirəm. Şəkli belə. Yəni bildiyiniz tam kino səhnəsi kimi realist bir şəkildir. Bir dənə belə açıq baxaq. Şəkli görür hamı? Bəli. Bəli. Yəni bu tam realist şəkillər hazırlamaq istəyirsinizsə, bu düzdür bizdə uşaqlara çox yaramır deyə bunun haqqında uşaqlarla çox keçməmişik. Prosta siz hansısa layihədə realist şeylər hazırlamaq istəyirsə, bu platformadan istifadə edə bilərsiniz.
Imagen hal-hazırda realist şəkil yaratmaqda dünyada ən yaxşısıdır. İndi biz bunu animasiya şəkillərində də test eləyəcəyik ki, görən nə qədər yaxşı hazırlaya bilir. Sonra Nanobanana öyrənəcəyik ki, Nanobanana əslində şəkil düzəltmək üçün yox, şəkil editləmək üçün olan bir platformadır. İndi onun haqqında da ətraflı keçəcəyik. Amma indi bir dənə buradan stil seçək. Məsələn, biraz əvvəl low poly stilini seçdim. Buna bir dənə hekayə yazaq. Ondan sonra bir dənə animasiya platformaları test eləyək. Altı səhnədən ibarət olacaq. Baş qəhrəman çəyirtkə yazılır bizdə, çəyirtkə, türklərdə çəkirgi, çəyirtkə olacaq. Yanında çox absurd eləyək, zürafə və kirpi olacaq. Getdi hamısı. Yox, getmədi. Biz bura tərs seçəcəydik. Tərz yaddan çıxdı, seçmədik. Low poly tərzini. Style olaraq bütün səhnələr olacaq. Bir dənə yazaq, bu bizə yazsın. Bir neçə səhnəni götürək biz bütün platformalarda yoxlayaq. Bir dənə bunun biz promptunu götürək, yoxlayaq. Görək platformalar necə hazırlayıb. Ondan ev tapşırığında da biz bunu istəyəcəm ki, mən bu senaryoda bu stillərdən biri seçilib bununla əlaqəli bir animasiya filmi hazırlanacaq, yəni şəkilləri. Birinci bunları test eləyək. Hansı platforma idi? Crea. Crea'ya gəldik, girdik. Crea ilə girişdə belə olur. Birbaşa ölçünü seçirik. 16.9 generate. Hazırlasın. Sonra eyni qayda. Şəkil bu arada çox qəşəngdir. Bunu yendirim. Sonra eyni qayda gəlirik. AI Studio'da hazırlayırıq. Sonra eyni qayda. İndi burada necə hazırlamalıyıq onu deyəcəm. Gemini'nin içində biz bunu yazdıq. Axıra ölçü olaraq ratio ya da AR belə yazılır. Ölçü 16.9. Bunu qeyd eləməliyik ki, ölçünü başa düşdün, hazırlaya bilsin. Vurduq. Bu da burada şəkli hazırlayacaq. Hazırlasın, baxaq. Məsələn, bu necə hazırladı? Kirpi, çərçi. Aslında bu da çox qəşəng hazırladı. Bu Imagen platformasıdır. Hə, detaya baxın, çəyirtkənin səsi gəlir ki, oradan notlarına. Çərçi kimin idisə ideyası, mən dedim oğurladım onu. Biraz əvvəl halallığında aldım. Mənim idi, bəli. Hətta ölçünü düzgün tutmayıbdır, bəzən oxumaya bilir. Sonra Crea'ya baxaq, Crea necə oluşturub. Crea, yəni mən çox tövsiyə eləmirəm animasiya üçün. Biraz qarışıq, çünki çəyirtkə deyil, kirpi deyil, zürafə o da deyil. Qatışdırır, amma yəni platforma realist şəkillərdə işə yarayır. Bir də bu var ki, bunu test eləyək. Mən hər zaman artıq bununla işləyirəm. Bu kursda da bir daha əmin oldum ki, animasiya üçün ən yaxşısı budur, Dremina. Biz başqa platformalara keçsək də, mən uşaqlara da deyirəm ki, animasiyaları burada hazırlamaq bizim üçün daha məntiqlidir. Ölçünü yazdı, ölçünü seçdik. Bir dənə də Dremina hazırlasın, baxaq. Çünki Dremina bizə günlük 10 dənə limit verir. Limiti doldurduqdan sonra ya bir gün sonra istifadə edə bilərsiniz, əlinizdə başqa meyli varsa, limitsiz kimi istifadə edə bilərsiniz bir növ.
Dediyim kimi, yəni bu saat ciddi mənada çox yaxşı düzəldi. Low poly dediyimiz, yəni kağız əyriləri kimi biraz da parlaq versiyanda düzəldir və ciddi mənada hal-hazırda qarşılaşdıranda da bu da yaxşı idi, amma Dremina bundan daha yaxşı düzəldi. O tərz dediyimiz low poly tərzi tam belə görsənir. Biz indi ikinci səhnəni yoxlayaq başqa bir tərzlə. Görək hansı tərzi yoxlayaq, maraqlı olan Disney Classic, Star Water Class, Cyber Fantasy, Steampunk, Disney Classic, DreamWorks, Textaralar, Arkham, fırsat olmaz. Orada sulu boya texnikasını işlədə bilərik, watercolor. Bəli, watercolor. Keçək watercolor-a. Yazaq ki, ikinci səhnə watercolor style olsun. Promptları iki dildə yaz. Göndərək. İkinci səhnə dedim, birinci səhnə demədim, amma birinci səhnə yazacaq. Əslində məntiqli deyil, qoy birinci səhnə yaratsın ki, biz birinci səhnə həm də qarşılaşdıraq tərz olaraq. Birinci səhnəni yenidən yaz. Birinci səhnə yenidən istəyək. Bunu da hazırlayıb qrupa göndərdim mənim işləri. Baxın. Payız fəslidir, şimşək çaxır. Hətta Bu imagini də düzəltdiniz. Hamısını da düzəltmişəm. Ən sonuncusu Dremina'daydı. Çox realist verirdi. Əməlli başlı deyirsən ki, tam real. Bu arada Ayşən xanım burada göndərib, bunu biz görməmişik. Şəklərinə baxaraq çox qəşəng alınıbdır bu arada. Məsələn, bunu götürdük ki, watercolor olaraq. Gedək, test eləyək bu platformalarda. Birinci, Creya yenə göndərək. Creya bunu hazırlasın, baxaq. Sonra onsuz da AI Studio'dan eləyirik biz şəkilləri. AI Studio vuraq, baxaq. Paralelində də vuraq. Dremina hazırlasın, biz üçünü qarşılaşdıraq. Creya. Tam watercolor da deyil bu. Və bizim çəkəcəyimiz hanı? Bu biraz məsləhətli platforma deyil, prosta ən çox yayğınlardan birində istifadə edirlər real olaraq. Buna baxaq. Məsələn, bu qəşəngdir, daha yaxşıdır. Watercolor dediyimiz. Bu imagin hazırladıdır. Amma imagin 3 modelidir da, yəni bunu mən başdan vurğulayım. 4 çünki biraz daha fərqli hazırlayır. Mən 3'ü seçirəm, buradan seçə bilərsiniz. 3 köhnə modelidir, amma mən elə gəlir ki, ən yaxşı şəkil hazırlayan hal-hazırda odur. İşte bunda çox bir fərq olmadı 4-də də. İndi əsas məsələ gəlir Dremina. Dremina görəndə hazırlayıb. Watercolor əslində budur. Onların hazırladığı watercolor deyil. Watercolor budur. Boyanın, yəni sulu boya kimi, sulu kimi yayılması. Bunu çox qəşəng hazırlayıb da. Dremina animasiyada realist şəkillərdə çox qəşəng hazırlayır. Amma animasiyada tamamilə başqa leveldir. Əvvəl Leonardo sadəcə belə qəşəng hazırlaya bilirdi. Hətta mən deyərdim ki, bunu bir Leonardo'da test eləyək. Sadəcə Leonardo hal-hazırda kreditləri azaldıbdı. Əvvəl daha çox kredit verirdi. Onunla ilə çox istifadə edilmirik. Amma mənə çox maraqlıdır. Bir dənə bunu test eləyək. Görək Leonardo onu Dremina'dan yaxşı hazırlaya bilir ya yox. Amma hal-hazırdakı testlərə görə mənim fikrimcə ən yaxşı hazırlayan, yəni tuşlar deməli tartışmasız
Lotus tartışmasız Dremina'dır. Bunu buradan çıxardaq. Crea bunu hazırladı. Google bunu, Gemini bunu hazırladı. Amma Dremina, yəni baxın görün bu səhnənin gözəlliyinə baxın. Bu əməlli başlı düzdür, bu animasiyada biraz çətin olsa da, bunu kitab dizaynında canlı istifadə edirsən çox möhtəşəmdir. Leonardo da yaxşı hazırlayır, amma yenə dediyim kimi Dremina hal-hazırda bunların hamısından çox yaxşı hazırlayır. Fərq olaraq ən yaxşısı. Hazırda olan Leonardo'dur indi göstərdiyiniz. Bu hal-hazırda Leonardo'dur. Bəli, Leonardo dedim test eləyək. Leonardo da qəşəng hazırlayır. Sadəcə belə bir nüans var ki, bunlar watercolor deyil. Watercolor əslində sırf Heç biri tam olaraq oxşatmadı, amma bu oxşatdı. Dremin oxşatdı. Və oxşatmaqla qalmadı, çox da yaxşı elədi. Bəli, arxa fonlar çox gözəldir. Yəni mənim çox xoşuma. Bu Dremina ilə hər dəfə işləyəndə belə daha çox belə sayğım çoxalır belə deyim. İşin qəribə tərəfi bu platforma real şəkli də çox qəşəng düzəldir. Düzdür, real şəkildə Bakını tanımır, amma bunu bir daha test eləyək, siz real şəkli necə qəşəng düzəltdiyində görün. Yeganə platformalardandır ki, həm real şəkli çox qəşəng düzəldir, həm də animasiyanı. İndi real şəkli biraz əvvəl düzəltmişdik, biz Imagine'da bunu. Imagine Flame Towers'ı tanıyır deyə düzgün verə bilir, amma Dremina tanımır deyə biraz qarışdıra bilər. Amma baxaq görək ki, real şəkli necə qəşəng hazırlayır. Varsa o Flame Towers'ı düz verib də. Dremina'da mən hazırlamışdım. Alov güllələrini mən hazırlamışdım. Tanıyır deyəsən. Tanıyır biraz alov güllələrini alov kimi hərdən götürə bilir. Amma demək istədiyim bir nədir? Burada realist şəkil varsa alov güllələrini düzgün hazırlayıb da. Bu dəqiqə baxaq şeyinə. Real hazırlamağı necədir? Çox qəşəngdir. Bu platforma mənə hələ də başa düşə bilmirəm ki, platformanın ödənişli versiyonu yoxdur. Ödənişsizdir hal-hazırda da. Və animasiyanı da bu qədər qəşəng hazırlayıb. Reallı da bu qədər qəşəng hazırlaya bilən, yəni platforma çətin məsələdir. Bu amma çox yaxşı eləyir. Ondan çox ehtimal ki, bizdə final üçün hazırladığımız şəkilləri də ideoqram Dremina ilə hazırlayacağıq ki, o animasiyanı ən yaxşı verən hal-hazırda odur. Hətta bir-iki fərqli tərz bir dənə də önərmək istədiyiniz tərz varsa yoxlaya bilərik. Hansına hazırlandı? Ümid müəllim, bəs biz stop motion videolarını, onları necə hazırlayacağıq, onu bilmirik. Stop motion AI ilə düzəlməlidir. Onu mən də bilmirəm sizdə tam olaraq nə istənilibdir deyə. Yəni fiqurları, qəhrəmanları özümüz plastilinlə və yaxud da nə ilənsə düzəldib, onu hekayə şəklində video hazırlamalıyıq, animasiya. Məncə belə olacaq. O çox ehtimal ki, real çəkimlə olacaq da yəqin ki. Bəli, real çəkimlə stop motion proqramından. Sonra da keçən CapCut-la da birləşdirmişdik. İstəyən olsun, istəsəydilər onu AI ilə düzəltmək olar. Hətta baxaq belə deyim. Stop motion dediniz, okey. Bir dənə burada plastilin kimi olan tərzin adı var. Bir dənə mən onu baxım. Xeyr, onu özümüz hazırlamalıyıq, amma o hazırladığımızı məsələn kəsib hansısa səhnəyə qoya bilərik. AI ilə Hansı bəli. proqramdan istifadə edirik. Nano banana ilə indi onu göstərəcəm. Bu da stop motion clay da, elə tərzin adı budur. Bir dənə onu yoxlayaq görək şəkli necə hazırlayır. Bu mənə də çox maraqlı gəldi. Sadəcə birinci səhnəni yenidən stilində prompt yaz. Bir dənə buna baxaq görək bu necə hazırlayacaq. Bu çox maraqlı gəldi mənə də. Plastilin tərzində. Bunu əlimizdə varsa bir dənə plastilin var, arxa fonu ağdır, çəkmişik. Məsələn, bir dənə biz zürafə düzəltmişik. Onu meşə şəkli yaradıb, onu həmin sizin düzəltdiyiniz zürafəni o meşəyə yerləşdirmək olar. İndi onu necə eləmək olar, onu da göstərəcəm. Keçək, bunun hazırladığı promptu bir dənə test eləyək. Bu mənə çox maraqlı gəldi. Bu da test eləyək. Bunu da test eləyək. Sonra Creanda məcburdur. Əl məcbur bunu da test eləyək. Hətta
Bunu da test edeyim. Aha, maraqlı hazırladı amma bax. Çox şirin görsən. Yəni bundan əlaqəli kimsə filan bu tərzdən kimsə animasiya hazırlasa, yəni çox yaxşı alınacaq və çox fərq eləyəcək. Buradan ideya götürmək olar. Bəli. Yo, bu animasiyanı uşaqlar hazırlamalıdır, o cəhətdən tərz olaraq deyirəm. Aha, baxın, bu da Dremina. Çox möhtəşəm hazırlayır, çox. Yəni mən bunlarla hər işlədikcə bir multfilm düzəltmək istəyi gəlir mənə. Baxın görün Çox səhnələr. qəşəngdir həqiqətən də. Ondan belə deyim. Aha, bunu göstərək. Bizdə ev tapşırığı olacaq ki, bunun özü, bunu uşaqlara atmışdıq. Bu sizdə də eyni olacaq ki, hər 8 səhnədən ibarət bir dənə hekayə yaradacaq, şəkillər olacaq. Amma şəkillər buradan bir stil seçəcəyik, ondan eləyəcəyik. Məsələn, kimsə istəsə elə bu stildən eləsin. Stop motion clay deyə stilin adı seçirsiniz, bütün səhnələri o stildə eləyirsiniz. Və çox möhtəşəm nəticə alınır. Crayons da eləyənmədi, Cray bağlayaq, ümumi Imagine də qəşəng elədi, amma bu başqa söhbətdir. Bu əməlli başlı animasiyadır, yəni. Adam animasiya düzəldəsi gəlir bunu. Yəni 5 dənə səhnə düzəltdiniz, yolda animasiya. Azərbaycanda ilk AI ilə animasiyası. Bu arada deyirlər, hələ də yaradan yoxdur bu. Hələ qalıbdır elə. Biri də mən elə deyirik, hələ yaratmamışam. Bu. Çox qəşəng. Keçək indi mən o sizə dediyim Nano Banana. Bu da qəşəng hazırlayıb əslində Leonardo. Amma bu o tərz deyil də, plastilin deyil. Qəşəng hazırlasında kirpiniz adı elə bir çirkin verir həmişə, heyvanları çirkinləşdirir. Bu qəşəngdir əslində. Amma dediyim kimi də Dremina'nın yanında, Dremina adamı çox şeyli. Dremina qədər heç biri yaxşı hazırlamır, əslində onlar da yaxşıdır. Amma bir Dremina olmadığı üçün qalırıq belə. Keçək mən sizə o platformanı deyim ki, biz dedik ki, Nano Banana. Nano Banana'nın hardan istifadə edə bilərik, nə üçün istifadə edə bilərik? Nano Banana şəkildə editlər eləmək üçündür. Bu da chat bölməsinə gələndə, image bölməsində image-in görsənəri, onun üstündə Nano Banana var. Nano Banana seçib burada edit eləyə bilərsiniz və paralel Nano Banana Gemini'nin içindən seçəndə, şəkil ürət seçəndə, bu burada banan işarəsi çıxır. Sıfırdan şəkil yaradırsınızsa imagine yaradır. Şəklin üstündə edit eləyirsinizsə Nano Banana eləyir. Burada siz necə eləyirsiniz? Məsələn, belə göstərək. Mən sizə o Nano Banana ilə gördüyüm işlər vardı. Mən sizə onu göstərim. Elə birbaşa. Dünən biz bir video ilə əlaqəli düzəltmişdik. Mən onu sizə göstərim. Burada elə bir internetdən götürülmüş məhsullardır. Məsələn, bir şəkil budur. Bu şəkli götürürəm, bir dənə də model şəkli yaradıram. Deyirəm ki, ətiri model əlində tutsun. İndi fərqə baxın. Məsələn, belə köynək şəkli var əlimizdə. Bunu qız həmin köynəyi geyinir əyninə. Məsələn, belə bir kolye var. Qız kolyeni taxıb həmin kolyeni. Bunun işləmə prinsipi əslində mən sizə burada faylları məndə var, oradan birbaşa göstərim. Buradan deyil. Aha. Şəkil budur əslində. Belə bir şəkil var əldə. Bu şəkli götürürük, məsələn, Nano Banana'ya atırıq. Hətta eləyək, elə bir yerdə baxaq. Burada Nano Banana ilə işləyik. Hal-hazırda seçdik Nano Banana'nı, seçilidir. Plusa gəlirik, şəkli yüklüyürük. Məsələn, əlimdə bir ətir şəkli var, onu yüklüyürəm. Bir dənə adam şəkli var. Şəkilləri də görürsünüz də burada. Bir ətirdir, bir də adamdır. Görsənir hamıda? Bəli. Əla.
İndi biz bu şəklə bu şəkli birləşdirmək istəyirik. Bunu örnəyi nədən göstərirəm? Məsələn, varsa bu sizin plastiklə düzəltdiyiniz zürafədir. Bu da sizin əlinizdə olan AI ilə düzəltdiyiniz meşə şəklidir. Biz burada yazırıq ki, çox qısa promptlarla, yəni ingilis dilində də yaza bilərsiniz, türk dilində dəstəkləyir. Ölçü də seçə bilirik. Məsələn, 916 olsun. Yazdım ki, adam parfümü elində tutsun. Daha dəqiq istəyirsə yazır, ilk şəkildə olan parfümü ikinci şəkildə olan adam əlində tutsun. Belə də yaza bilərik. Bu arada bunu biraz əvvəl göstərdiyimiz bu popcornda da eləmək olur. Biz bunu burada yoxlayaq, görək nəticə necə olacaq. Gördünüz indi? Şəkildə heç bir dəyişiklik. Adam buydu. İndi bu. Və ətirdə əlində. Əməlli başı iş görmüyor olar ya buna. Dəhşətli dərəcədə. Yəni hər hansı birinin geyim mağazası varsa, məsələn, onun üçün normalda model tutmalıdır, çəkməlidir, əlində qəşəng kamera olmalıdır, yaxşı edit eləməlidir, çox uzun. Belə bir internetdə bir dənə AI model yaradır, şəkil. Ya məsələn, bunu mən yaratmışam Imagen-dan. Imagen-dan bir dənə prompt yazırsan, bir dənə kişi modeli yaradırsan, sonra ətiri götürürsən, hər hansı bir ətir geyimi geyinsin. Çünki burada məsələn elə bir məhsul var idi bizdə. Məsələn, məhsul buydu, saroşka. Bu saroşka. Gömlək deyək. Qızda buydu. Belə bir əynində kostyum var idi. Bunu elə elədim ki, bu saroşkanı bu qız geyindi. De, qızın əynində. Biz bəs başqa şəkillərlə eləyə bilirik bunları, yoxsa sadəcə orada olanlarla? Yox, xeyr, öz şəklinizlə də eləyə bilərsiniz, şəkli AI ilə yaradıb da eləyə bilərsiniz. Öz şəklinizi atıb mən sizə belə örnək göstərim. Bundan o bana ilə əlaqəli məşhur promptlar var. Bizim saytımızda mən göstərim, bunu biz özümüzdə də paylaşmışdıq. Məsələn, mən bir dənə şəklimi vermişəm, düzəliş elədiyim şəkli göstərim. Bunlar. Bir şəklimlə yaradır da bunu. Şəklimi yükləyirəm, promptu yazıram, belə hazırlayır, belə. Sonra, məsələn, belə. Bunların hamısı nanobanana ilə hazırlanır. Burada da var idi, məsələn, hazırlanmışdı. Fotoqrafların işini görür də əməli başda. Çox fotoqrafdan daha yaxşı da iş görür deyərdim mən. Bir də mən sizdən bir link paylaşacağam. Bu linkdə deməli, əslində uşaqlarla paylaşmışdım. Qrupda olmalıdır. Bu linkdə deməli, link nə işə yarayır? Onu mən bir dəqiqə tapım ilk olaraq. Linkdə deməli, dünya üzrə demək olar ki, bundan o banana ilə nələr eləmək olursa, onun siyahısı paylaşılır. Siz də ora baxıb, hansı işinizə uyğundursa, istifadə edə bilərsiniz. Birbaşa qabağında promptuna qədər hər şeyində yazır. Bir dəqiqə, onu indi qrupa da göndərəcəm, baxaq. Atdım. İndi qrupa da atdım. İndi ondan nələr eləmək olarlar, siyahısı var orada. Bunu çox maraqlıdır əslində. Burada göstərim sizlə də. Hissədə. Bunu bir dənə bağlayaq. Yox, bağlamayaq. Bu qalsın kənarda. Bağlamadan da baxmalım. Bunu bir dənə ev tapşırığı mən siz burada sizə tapşırıq olaraq mən sizə dəqiqləşdirim. Bu tərzlərdən birini seçəcəyik. Məsələn, biz burada stop motion'u yoxladıq, Watercolor'ı yoxladıq, Pixar'ı yoxlamışdıq onsuz da. Bunlardan bir tərz seçəsiniz. Bir tərzə uyğun eyni hekayədə ən az 7-8 şəkil hazırlanacaq. Yəni enine ölçüsündə. Enine olsun ki, qəşəng görsənsin. Ev tapşırığı bu olacaq. Onu mən yazılı olaraq da göndərəcəm sizə. İndi keçək bundan o banana ilə nələr hazırlama olar, onlara baxaq. Öyle sildi. Burada indi baxaq görək. Burayla açmayaq. Promptu götürdük. Açaq buranı.
Gəldik bura. Bu promptda siz linkə giriş eləyən kimi belə bir sayta yönləndirəcək. Bax bunları sosial mediada çox gördünüz bəlkə də, hamı paylaşırdı. Bunun Gemini-də düzəldilir, Nanobanana ilə. Bu nə deməkdir? İndi yoxlayaq məsələn. Altında necə yarandığını da göstər, altında promptu da yazıb. İndi bunu test edək. Mən öz şəklimi atacağam ya da bir şəkil, öz şəklim. Varsa yox, burada mənim bir dənə şəklim var. Belə. Şəklimi yüklədim. Bu arada bu şəkil də Nanobanana ilə düzəldilibdir. Şəkli atdım, promptu atdım. İndi o düzəldəcək, biz də baxaq. Burada şəklim elə ölçü tam deyil, bir düzgün vermiş şəkli, amma elədir. Baxın. Elə bir sizin kuklavuzu yaradır. Bunu Nanobanana ilə eləyirik və bunun içində eləyə biləcəklərinizin dəyişək. Məsələn, 7-8 şəkli yüklüyüb belə hazırlaya bilərsiniz. Sonra burada maraqlı olanlar vardı, mən sizə onları göstərim. Şəklinizi yüklüyüb bu promptu yazanda sizə heykəl kimi düzəldir. Şəkli rəngləndirir. Məsələn, bir dənə bu biraz əvvəl dediyimiz vardı, ya da elə özünüz üçün məsələn bir geyim almaq istəyirsiniz hər hansı bir saytdan. Geyimin şəklini götürürsünüz, bir də öz şəklinizi yüklüyorsunuz. O geyimi geyindir, rənginizdə görürsünüz. Məsələn, rəng tonları sizə uyğundur, sonra alın. Hələ bəsit şeylərdən. Burada elənilə biləcək demək olar çox şeyin birbaşa promptu ilə bir yerdə yazılıbdır. İstifadə məsələn, belə bir özünüzün belə bir Minecraft oyuncaqları. Məsələn, bunu belə öz şəklinizi atıb belə promptla atanda geyimlər parçaları hamısı haqqında məlumat yazır. Məsələn, hər hansı bir şəkli atıb istəyəndə belə balaca hazırlaya bilir. Promptlarda produkt yerini biz dəyişdiririk. İstədiyiniz hər şeyi hazırlaya bilir. İstən Nanobanana ilə, yəni adamın vaxtı olan məşğul olar, Nanobanana ilə elənilə biləcək şeyləri çox dəhşət çoxdur. Onlara bu linki də sizə göndərdim. Siz də işləməmişdən əvvəl baxa bilərsiniz. Hansı sizin işinizə uyğunsa elə işləyə bilərsiniz. Ümid edirəm ki, platforma sizin üçün çox faydalı olacaq. Deməli, ev tapşırığımız yenə təkrar qeyd edeyim. Ev tapşırığı ilə əlaqəli sualınız var, yəni tapşırıqla əlaqəli. Mən qeyd elədim. Yenə kimdə sual varsa versin, mən cavablandırırım. Aydındır müəllim, çox sağ olun. Əla, mən faylı yenidən göndərəcəm. Gələn dərsə biz artıq onu eləyərsiniz və dərsdən qabaq göndərsəz əla olar ki, mən ona özüm baxaram. Çünki sonra biz artıq birinci gündən etibarən videoya keçid edəcəyik. Sizin bu axırıncı ev tapşırığı olaraq düzəltdiyiniz şəkilləri ondan istəyirəm çox yaxşı alınsın ki, biz videoya keçəndə birbaşa onları hərəkətləndi versiyaya çevirək. Birbaşa özümüzün animasiyasını elə gələn dərsdən etibarən qurmağa başlayaq. Çünki bizdə səhvlərimizə bu 5-ci dərsdir. 3 dərsimiz qalıb, videolar keçəcək, ən sonunda musiqiləri öyrənəcək. Əlbəttə sualınız varsa qeyd eləyə bilərsiniz. Xeyr, çox sağ olun. Təşəkkür edirəm. Ümid edirəm hamınız üçün maraqlı bir dərs oldu. Ayırdığınız vaxta dəyirdi. Bilirəm çünki sizin vaxtınız ciddi məndə dəyərlidir. Çox yaxşı başa düşə bilirəm sizi. Ümid edirəm sizin üçün də faydalı oldu. Təşəkkür edirəm. Çox sağ olun. Növbəti dərsdə görüşənədək özünüzə diqqət edin. Çox sağ olun. Çox sağ olun, təşəkkürlər. Həqiqətən də çox faydalı, çox gözəl dərslər idi. Əla, çox sevindim. Lütfən də videoların hamısına bir diqqət. Əla. Dediyim kimi videolara kim baxırsa, sualı yaransa kimdəsə birbaşa elə mənim özümə yaza bilər. Mənə heç bir narahatçılıq yoxdur. Çox xoşdur mənə hətta. Mən sual vermişdim müəllim sizə ki, ChatGPT-də aşağı sətrə düşmək üçün shift enter demişdiniz. Yoxladım, həqiqətən də olurmuş. Əla, əla. Əla. Təşəkkür edirəm hamınıza. Görüşərik növbəti dərsdə. Çox sağ olun. Sağ olun. Çox sağ olun.